Hər vaxtınız xeyir olsun əziz müəllimlər və müdavimlər. Bugün bizə yeni qoşulan müəllimlərimiz üçün və kurikulumumu sıfırdan öyrənməyə başlayan müəllimlərimiz üçün ilk dərsin izahını təqdim etmiş olacağam və nəzərinizə çatdırım ki, müəllimlər bizim yanvar qruplarımıza qeydiyyat davam edir. Dərslərimizə qoşulmaq istəyən müəllimlərimiz aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərlər. Deməli, müəllimlər, kurikulum nədir? Yenə də həmişəki kimi çalışacağım çox asan, sadə bir dildə izahını təqdim etmiş olum və yenə də siz qeyd edəcəksiniz ki, müəllimə, deməli, kitabı oxumağa ehtiyac qalmadı. Deməli, diqqətlə qulaq asırsınız. Kurikulum nədir? Kurikulum təhsil proqramıdır. Kurikulum təhsil proqramıdır. Təhsilin məzmununu, təşkilini və qiymətləndirilməsini özündə əks etdirən konseptual sənətdir. Təhsilin məzmunu dedikdə nə nəzərdə tutulur? Bizim öyrədəcəyimiz, keçdiyimiz dərs nəzərdə tutulur. Təşkili isə həmin o dərsi mən necə təşkil edəcəm? Hansı üsul və formalardan istifadə edəcəm? Hansı strategiyalardan istifadə edib o dərsi təşkil edəcəm? Dedikdə, yəni təhsilin təşkili dedikdə bunlar nəzərdə tutulur. Qiymətləndirmə isə mən öyrətdiyim dərsi sonda necə qiymətləndirəcəm? Yəni hansı qiymətləndirmə vasitələrindən istifadə edəcəyik? Bilirsiniz ki, əldə olunan nailiyyətlər sonda ölçülür. Yəni əldə olunan nailiyyətlərin ölçülməsi qiymətləndirmə adlanır və biz də sonda qiymətləndirmədən istifadə edirik. Yəni öyrətdiklərimizi, şagirdin əldə etdiyi nailiyyətləri ölçmüş oluruq. Daha sonra müəllimlər, burada qeyd olunur ki, deməli, kurikulum, keyfiyyətli kurikulum necə olmalıdır? Keyfiyyətli kurikulum dedikdə onun aktuallığı, praktik olması, effektiv olması və davamlılığı nəzərdə tutulur. Və nəzərinizə çatdırım ki, kurikulum daima yeniliklərə açıqdır. Yəni sabit deyil. Tezlərdə sabit sözünü gördünüzsə bilin ki, o yanlışdır. Kurikulum sabit nə deməkdir? Dəyişməyən. Düzdür? Dəyişməyən deməkdir. Ancaq kurikulum ildən ilə təkmilləşir, yenilənir, dəyişir. Deməli, daim çevik və dəyişkən olur, şagird yönümlü olmalıdır. Yəni, keyfiyyətli kurikulum dedikdə onun effektivliyi, aktuallığı və davamlılığı nəzərdə tutulmuş olur. Deməli, UNESCO-nun keyfiyyətli kurikulumun aşağıdakı göstəriciləri vardır. Gəlin, baxaq görək hansı göstəricilərdir onlar. Yəni, müəyyən meyarlardır ki, kurikulum üçün deməli, təşkil olunmuşdur. Kurikulumun aydın məqsədlərinin olması və kurikulumun bugünün tələblərinə cavab verməsi, eyni zamanda şagird yönümlü olması və integrativ olması, ədalətli və inklüziv olması, daha sonra şagirdləri deməli, firavan gələcəyə hazırlanması kurikulumun məqsədlərindən biridir. Gəlin, baxaq görək kurikulumun prinsipləri hansılardır? Kurikulumun 6 prinsipi var. Müəllimlər, bunu pedaqoji tələblərlə qarışdırmayın. Kurikulumun 6 prinsipi var. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, integrativlik, tələb yönümlülük və qiymətləndirmə. Baxaq görək şagird yönümlülük nə deməkdir? Şagird yönümlülük təhsil sahəsində fəaliyyətlərin təhsil alanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin potensial imkanlarının inkişafına xidmət etməsidir. Yəni, kurikulumun əsas məqsədi nədir? Yəni, kurikulum deyir, dərsini necə təşkil elə? Şagird mərkəzli təşkil et. Yəni, dərsimizin mərkəzində şagird olmalıdır. Bugün şagirdə nə öyrədəcəm yanaşmasında olmalıyıq. Yəni, şagird nə əldə edəcək? Şagird nə öyrənəcək yanaşmasında olmalıyıq və bizim dərsimizin mərkəzində şagird dayanmalıdır və biz hər zaman şagirdə söz haqqı verməliyik, şagirdin aktiv olmasına çalışmalıyıq dərs prosesi zamanı və şagirdlərin meyl və maraqları, potensial imkanları mütləq şəkildə nəzərə alınmalıdır. Biz dərsimizi şagirdlərin maraqlarına uyğun qurmalıyıq. Əgər biz dərsimizdə şagirdlərə seçim imkanı veririksə, söz haqqı veririksə, şagird bizim dərsimizdə aktivdirsə, deməli o dərs necədir? Şagird yönümlü bir dərsdir. Yəni şagird mərkəzli bir dərsdir. Gəlir şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük nədir? Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətlərin əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.
Baxın müəllimlər, idraki, ünsiyyət və psixomotor adı çəkilir burada. İdraki nədir? İdraki təfəkkürlə bağlı olan, zehinlə bağlı olan bir anlayışdır. Məsələn, əgər uşaq oxuduğunu anlayırsa, təhlil edə bilirsə, analiz edə bilirsə, bu zaman şagirdlərdə idraki qabiliyyət yüksəkdir. Deməli, şəxsiyyət yönümlülük prinsipinə əməl etmiş oluruq. Yəni bizim keçdiyimiz dərs şəxsiyyət yönümlülük prinsipinə əməl etmiş oluruq və eyni zamanda şagirddə şəxsiyyət yönümlülük prinsipi gözlənilmişdir. Və ünsiyyət nədir? Ünsiyyət nitqdir. Nitq. Yəni, əgər şagird öz deməli, fikirlərini ifadə edə bilmirsə, ünsiyyət qurmaqda çətinlik çəkirsə, hər hansısa bir tədbirlərdə, çıxışlarda çıxış etməkdən çəkinirsə, deməli, bu şagirddə hansı prinsip pozulub? Şəxsiyyət yönümlülük prinsipi pozulubdur. Psixomotor nədir bəs? Psixomotor hərəki bacarıqlardır. Hərəki bacarıqlar, yəni hərəkətlə bağlı olan fəaliyyətlərdir. Milli bəşəri dəyərlər nə deməkdir? Yəni Azərbaycançılığın mədəniyyəti, yəni Azərbaycançılıq ənənəsi, milli mənəvi dəyərlərimiz var bizim. Daha sonra vətəninə, mədəniyyətinə, dilinə, bunlara hörmət, ruhunda böyütmək. Əgər bir uşaq, yəni bu ruhda böyüyübsə, milli mənəvi dəyərlərə hörmət ruhunda böyüyübsə, ümumiyyətlə milli mənəvi dəyərlərin nə olduğunu bilirsə, Azərbaycançılıq ənənələrini sadiq qalırsa, deməli bu şəxsiyyət yönümlülük prinsipinə əsaslanmışdır. Nəticə yönümlülük nədir bəs? Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. Baxın müəllimlər, biz təlim nəticəsi keçəcəyik. Təlim nəticəsi nədir? Şagirdin əldə edəcəyi bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. Bu da nə adlanır? Nəticə yönümlülük adlanır. Baxın, əvvəlcədən sözünə diqqətli olun. Əvvəlcədən müəyyənləşdirilməsidir. İnteqrativlik gəlir. Bəs inteqrativlik nə deməkdir? İnteqrasiya sözündən götürülmüşdür, əlaqələndirmə deməkdir. Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir. Biz inteqrasiya mövzusunu keçmiş olacağıq irəliləyən dərslərimizdə. İnteqrasiyanın deyəcəyik 3 növü var. Fən daxili, fənlər arası və fənlər üstü inteqrasiya. Bunların nə olduğunu keçəcəyik. Bu inteqrasiya, yəni əlaqələndirmə adlanır. Həyatla əlaqələndirmək, digər məzmun xəttləri ilə əlaqələndirmə. Bunların hamısı nədir? İnteqrativlikdir. Daha sonra gəlir tələb yönümlülük. Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyaclarını və tələbatlarının nəzərə alınmasıdır. Müasir dövrümüzdə tələblər nələrdir müəllimlər? Sizcə müasir dövrümüzün tələbləri nələrdir? İKT bacarıqları, texnologiyadan istifadə bacarıqları, problem həll etmə, ünsiyyət, əməkdaşlıq, bunlar hamısı indiki, yəni müasir dövrümüzün tələbləridir. Və biz də əgər dərsimizi müasir dövrün tələblərinə uyğun olaraq keçiriksə və bizim keçdiyimiz dərs müasir dövrün tələblərinə cavab verirsə, deməli biz tələb yönümlülük prinsipinə əməl etmiş olmuşuq. Məsələn, şagirdlərin İKT bacarıqlarıdır, texnologiyadan istifadə bacarığıdır, eyni zamanda yaradıcılıqla, belə deyim, yaradıcı nələrsə ortaya qoyması, ərsəyə gətirməsi, bunların hamısı nədir? Tələb yönümlülük prinsipinə əməl etmək deməkdir. Qiymətləndirmə gəlir. Qiymətləndirmə nədir? Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Təhsil alanların nailiyyət səviyyəsinə, nailiyyət nədir? Əldə edilən nəticə. Yəni sonda əldə olunan nəticədir. Nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Baxın, bu tərifi yadınızda saxlayın. Deməli, alt standartın tərifi necə olacaq? Şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Nailiyyət adı gəldikdə isə, yəni nailiyyət sözünü görəndə nə götürəcəksiniz? Qiymətləndirmə. Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Təhsil alanların sözünə də diqqətli olun. Bu qədər müəllimlər, kanalı bəyənib paylaşmağı unutmayın.